Dünyanın ən böyük qəbristanlığı İraqda Nəcəf şəhərində yerləşir. Bu, Vadi Əl-Salam və ya ərəbcə Sülh vadisidir. Qəbristanlığın sahəsi 13 kvadrat kilometrdən çoxdur. Bugün burada 6 milyondan yuxarı insan dəfn olunub və bu rəqəm artmaqda davam edir. Qəbristanlığın şiə müsəlmanları üçün xüsusi əhəmiyyəti var. Vadi Əl-Salamda müsəlman dininin ən hörmətli simalarından biri İmam Əlinin dəfn edildiyi məscid də yerləşir. Dünyanın hər yerindən, İrandan, Pakistandan, Livandan, Hindistandan və başqa ölkələrdən buraya dəfn olunmağa cənazələr gətirilir. Xüsusilə maraqlı olan qəbristanlığın quruluşudur. Sadə qəbirləri olan əksər qəbristanlıqlardan fərqli olaraq Vadi Əl-Salam bütöv bir məqbərələr, türbələr, ailə qəbirləri və yeraltı qəbirlər şəhəridir. Bəzi qəbirlər 3 mərtəbəyə qədər dərinliyə çatır. Burada 1400 ildən artıqdır ki, dəfnlər aparılır. Hətta ABŞ-ın İraqa müdaxiləsi və ya IŞİD-ə qarşı mübarizə kimi müharibə və münaqişə dövrlərində də Vadi Əl-Salam fəaliyyətini davam etdirirdi. Vadi Əl-Salamda uzaqdan dəfn xidməti var. Sifariş əsasında xüsusi xidmət tərəfindən cənazə başqa ölkədən buraya çatdırılır və dəfn edilir. Bu zaman mərhumun yaxınları video bağlantı vasitəsilə dəfn mərasimində iştirak edirlər. Vadi Əl-Salam rəsmi olaraq dünyanın ən böyük qəbristanlığı kimi tanınıb və Ginnesin rekordları kitabına düşüb. Deməli, Vadi Əl-Salam sadəcə qəbristanlıq deyil, bu tarix, inanc və memarlığın heyrətləndirən miqyasda bir-birinə qarışdığı unikal bir yerdir.